Herkese salam kanalımda ve yeni bir videomda hoş gördük her birinizi. Bugünlerim bazardan gəlirəm. Gedirdim evə, dedim bir dənə vlog başladım. Çünkü 3 gün olar da, bugün 4 gün olacak ki vlog paylaşmıram. Elə axırıncı vlogumu il axırı çərşənbədə çəkmişdim. Elə həmin gündən də bizdə yağış yağır, külək əsir. Havalar bir həftə isti oldu. Gözdəydi. İndi havalar soyuyubdu. Bir həftədir ki yağış yağır. Düzdür bugün bazar günüdür. Amma birinci gündən havalar istiləşəcək. Birinci gündən havalar istiləşəcəkdir ta artıq. Düzdür, nə qədər istiləşsə də aprel, may ayı həmişə yağışlıq olur da, yağış yağır. Fərqi yoxdur. Bizdə hələ ağaclar təzə çiçəkləyib. Əri ağacıdır bu. Çiçəyinə baxın. Hələ təzə çiçəkləyibdir. Məktəblər də bağlıdır, uşaqlar da evdədir. Dediyim gedim evdə sizlər üçün qəşəng vlog çəkim. Hər yanda yaşıllaşıb təmiz. Yaşıl olubdu. Ağaclar da yarpaqlasa lap qəşəng görünəcəkdir. Belə. Yolumu uzatmışam. Uzun yolla gedirəm belə deyim. Çünki o biri yol remont eləyirlər. Qazıb töküblər təmiz. Yağış yağdığına dayanıblar, remont eləmirlər. Oralar da elə idi ki təmiz palçıq, qum, hamısı qarışmışdı bir-birinə. Ona görə o yoldan getmədim. Bu biri yolla gəlirəm. Bu yolda uşaqları məktəbə aparırdım balaca vaxtı. Yusifə. Bax o yolda. Bu yol biraz uzaqdır deyə mən buradan getmirəm bazara. O tərəfdən gedirəm. İndi palçıq olduğuna dedim 5 olmaz. 5 dəqiqədə gec çatım evə. Amma palçıqlı yolla getməyəm. Təmiz yolla gedim. Nəysə gedim çıxdım. Və videonun davamını evdə çəkərəm inşallah. Orada da gül açıb. Görən nə qəşəng güllər çiçəkləyibdi. Görən nə gülüdür onlar. Yox burada. Bilmirəm nə güldür amma qəşəng görünür. Havalar soyuq idi deyə ərişdəli umaç bişirmək istəyirdim deyə. Baxdım buzluqda noxudum yoxdur. Mən həmişə noxud alanda elə bir ki 1 kilo noxud almıramsa onun hamısını isladıram, bişirirəm. Yığıb paketlərə buzluqda saxlayıram ehtiyat. Belə sulu yeməklər bişirəndə tez götürüb bişirmək üçün. Baxdım ki noxudum bitibdi. Dedim heç nə olmaz bugün bişirərəm. Axşamdan islatmışam. Nə var idi evdə hamısını islatdım. İndi bunu düzdür, çoxdur. Bunun hamısını yeməyə əlavə etməyəcəm. Biraz əlavə edəcəm. Dedim bugünlərim ərişdəli umac bişirim. Burada da əvəliyim var. Bu əvəliyi mən buradan yığıb qurutmuşam. Onda video çəkmirdim. Bir ara video çəkməyi dayandırdım deyə sizlər üçün çəkməmişəm. İnşallah bu illərim gedib yığanda çəkərəm sizlər üçün. Əvvəllər Azərbaycandan gətirirdim, özüm gedəndə gətirirdim, kimsə gələndə deyirdim, gətirirdi. Amma ki 2 ildir buradan özümüz yığıb, hörüb, quruduram, saxlayıram. Belə paketdə yığıb buzluq, xaladelnik də saxlayıram deyə soyuducuda. Ona görə 2-3 dənə belə paketə bükürəm ki, nəm olmasın da, nəm çəkməsin. İndi doğruyum. Çaydanı da qoymuşam qaynamağa. Üzərinə isti su töküm. Gözləyim. O biraz yumuşalsın. Düzdür, indi hazırlayacağım. Xəmirini falan kəsib hazır, hamısını hazır saxlayacağım. Amma bircə suyunu da hazırlayacağım. Bircə tökməyəcəm də xəmiri bişsin. Gözləyəcəm. Hər kəs evə yığışandan sonra xəmirini töküb sonra verəcəm süfrəyə. Çünki indidən töksəm axşama kimi bunun xəmiri suyu qatılaşacaqdır. Bizdə də çox qatı xoşlamırlar da. Xəmir də düzdür. Nə qədər xəmirini az töksəm də yenə də qatılaşır. Ona görə hazır edib hamısını sonra hər kəs evə yığışandan sonra tökəcəm xəmirini. Ərişdələri də siz kəsdim. Belə 2 dənə parmusa yığdım ki
üst-üstə qalıb xamır kimin olmasın. Burada da 2 dənə turşu var. Bunları bayramda açmışdım. Birinin yarı xiyarla bağlamışdım. Xiyarları geri, pomidorları qalıb. Bunları da xaladenikdə saxlayırdım. Çıxartdım ki, içərisinə doğrayaram, kişniş soğan əlavə edərəm. Onda daha çox yeyilir. Burada da noxudu da yudum, əvvəliyi də yudum. Biraz da soğancı hazır edirəm ki, əvvəliyi noxudu tökəm. Burada pişsin. Soğan qovurulsun. Keçən videomda bu sarı kökü bir xanım yazmışdı ki, özbəklərdən alanda İran sarı kökü alın. Düzdür, alanda heç elə fikir verməmişdim. Amma ki, sonra baxıram ki, elə İran sarı köküymüş. O qədər gözəldir ki, həm ətri gözəl gəlir, həm də ki, rəngi gözəl gəlir. Biraz əlavə etdim. Mən yeməklərdə xoşlayıram sarı kökü. Çox qəşəng olur. Noxudun da əvvəliyində əlavə etdim. İndi gətirim alçasını da əlavə edim. Biraz da belə qovuruq suyunu əlavə edəcəm. Suyunu da əlavə etdim, duzunu da əlavə etdim. İndi qapağını örtəcəm. Qaynasın, noxud da pişsin. Mən noxudu axşamdan islatmışdım deyə sonra qaynatmıram. Elə yuyuram yaxşıca, əlavə edirəm yeməyə. Yeməkdə qaynayıb özü bişir. Gəldim bağa. Biraz göy-göyərti yığacam. Pomidor turşusuna. Bağa gəlmişkən bir-iki sual yadıma düşdü. İstədim ki, bir-iki sual veribsiz. Onları cavablandıram. Keçən videomda mən ıspanaq dedim ki, bağdan ıspanaq yığmışam ki, yumurta boyuyam. Çox yazıb soruşubsuz ki, o ıspanağı havağa əkmisən ki, indi böyüyübdür. Bu ıspanağı mən səhv etmirəmcə sentyabr ayının axırı idi, yoxsa oktyabr ayının əvvəli idi. Nəsə sentyabr, oktyabr ayları belə əkdim. Göyərdilər, balaca oldular da. Bax, bu qədər olmuşdu. Bu qədər idilər. Üzərinə qar yağdı. Qaldı yerdə çox balacaydı. Yəni yığıb işlətmək olmurdu. Üzərinə qar yağdı, qaldı qarın altında. Sonra da qar əriyəndən sonra da belə tez böyüdülər. Hələ bir dəfə yığıb qovurmuşam. Döyüğa bişiririk, öz bağımızdan işlədirəm də. Göy-göyərti bir kişnişdi, bir də ki ıspanaqdır. Düzdür, o tərəfdə yoxdur ıspanaq. Oralar yoxdur da, qutarıbdı, boşdur. Bircə burada qalıbdı. Bir də burada kişniş var. Belə, bir də ən çox verilən suallardan biri qonşularız Azərbaycanlıdır. Qonşularım üzbəyiz qonşumuz Azərbaycanlıdır. Sağ qonşumuz Rusdur, sol qonşumuz da Dağıstanlıdır. Belə bir də ən çox sual verirsiniz ki, Azərbaycanda öz şəxsi eviniz varmı? Azərbaycanda özümüzün şəxsi evimiz yoxdur. Gedəndə harda qalırıq? Sualını da veribsiz. Harda qaldığımızı. Belə gedəndə Azərbaycana ata evlərimiz var da. Qaynatamın evi var, atamın evi var. Yəni gedəndə orada qalırıq. Hələ ki özümüzün şəxsi evimiz yoxdur. İnşallah özümüzün də şəxsi evimiz olar. Gedəndə öz evimizdə qalarıq. Allah evi olmayan hər bir kəsə də ev qismət eləsin inşallah. Dedim bu suallara buradan cavab verim. Çünki ən çox verilən suallardır. Ən çox verilən suallardır. Bura baxın. Qardan sonra gör necə böyüyüblər. Biraz elə bir ki rəngləri biraz qırmızı kimin olmuşdu. Qızarmışdı. Ondan sonra da hava günəşli oldu deyə düzəldi. Şimdi sabahdan təmiz havalar lap istiləşəcəkdir. Onda da təmiz böyüyəcəkdir. Mən də navarı yığıb götürəcəm bağdan göy-göyərtin hamısını.
Yığıb götürüb təkrar yerinə yenə əkəcəm inşallah Allahın köməkliyi ilə. Havanı gözləyirəm. Hava qəşəng açsın. Qəşəng yığıb buradan kətə bişirmək lazımdır. Cincilim də var, ispanaq da var, kişniş də var. Nə hansı pencərdə olmasa onları da alarıq. Nəysə, bu qədər yığdım, bəsdir gedim evə indi. Gedim pomidor salatı da hazırlayayım, hazır edim. Bir qalsın yeməyimi süfrəyə vermək. Onu da deyim ki, hava açsa, bağ təmiz otlanacaq. Hələ indidən otda ha. Özdəki bu cincilim var ha, bax bu cincilim. Bunu təmizləmək olmur ki, beləcə hər bir tərəfi alıbdı. Nə qədərdir. Bu göyərtinin gözəlliyinə baxın. Görün necə gözəldir. İnanırsınız, bazarda bu dəqiqə od qiymətinədir göyərtilər. Çox bahadır burada. Həm də ki, bazardan aldığımız göyərtilər öz bağında əkdiyin göyərti kimi ətirli olmur, dadlı, ləzzətli olmur. Bilmirəm niyə. O qədər yəqin gübrə falan verirlər ki, yəqin təmiz dadını dəyişir də. Allah bərəkət versin bağıma, bağcama. O qədər bərəkətlidir ki, bağım, bağcam. Həqiqətən. Hələ qışda bircə qar yağanda istifadə etmədik də öz bağımızdan, bağçamızdan göyərti. Ondan qalan belə yağışlı havada yəni yığıb istifadə edirdim. Bircə qar yağanda bircə dəfə deyəsən petruşka aldım. Başqa heç nə almamışam. Öz bağımda yığıb istifadə edirəm. Allah bərəkət versin. Bu da hazır. Yeməyim də suyu qaynayır. Noxud bişikdir, artıq hazırdır. Biraz da qaynasın, söndürüb. Bizdə uşaqlar ətli sevmirlər deyə soyuducuda sümüklü ət var idi. Ətli sevmirlər deyə mən də hazırlamadım. Bizdə belə xoşlayırlar əl işləli olmacı, ona görə mən də bu qaydada hazırlayıram ki, sevə-sevə yesinlər.